Salam uşaqlar. Bu gün 10 may 2026-cı ildə DİM-in keçirdiyi 4-cü qruplar üçün sınağın izahına baxacağıq. A variantı deməli 31-ci sualdan başladıq. Deməli burada 31-də nə deyir bizə? Mis ilə reaksiya daxil olan turşuları göstər. Biz bilirik ki, mis pasiv metal üçün xlorid turşusu ilə sulfat turşusunun ilə reaksiyası yoxdur. Yəni orada hidrogen sıxışdırıb çıxarda bilmir. Qaydamız var idi. Biz metalların fəallıq sırasını xatırlayırıq. Amma istisna burada qatı sulfat turşusu və duru və nitrat turşusundan başqa deməli hidrogenə qədər yerləşmiş bütün metallar turşuların duru məhlullarından onlar hidrogen sıxışdırıb çıxarma qabiliyyətinə malikdir. Bu qaydanı xatırlasaq, onda cavabımız demək yalnız 2. Deməli reaksiyanı da göstərsək, alanlar mis nitrat üzərinə gəldi NO, üzərinə gəldi su. Nitrat turşusunu duru halda verdiyi üçün burada NO ayrılır. Qatı halda yazsaydı biz NO2 yazacaqdıq. Deməli variantımız B. Deməli, 32-ci sualda nə deyir bizə? Orta fosfat turşusunun 1 mol reaksiyaya daxil olan maddələr XYZ verilmişdir. Mol miqdarları deməli müxtəlif verilib, amma şərt qoyur ki, əmələ gələn duzun 1 moldan atomların sayı eyni olsun. Burada ancaq bir turşulu biz bu əsasları götürə bilərik də. Burada müxtəlif olsun da, müxtəlif əsaslar da versə. Bax, bizim bir qaydamız deməli, xatırlı bir dənə qələvimiz, bunlardan bir dənə nümunə yazaq. Natrium OH-ın üzərinə gəldik. H3PO4. Bax, burada deməli bir hidrogen, bir dənə orada bir deməli hidroksil qrupu, bir dənə hidrogen atomu götürür, su əmələ gəlir, 1 mol su. Burada əmələ gəlir natrium 2. Deməli, daha doğrusu güclü sayını əslində mən düz yazmadım. Deməli natrium, deməli H2PO4. Əgər burada 2 mol götürsəm, qısa şəkildə yazaq. Burada yenə H3PO4. Yenə bir də 2 OH buradan 2 hidrogeni götürəcək. Yerdə qalacaq deməli natrium 2. Deməli HPO4. Əgər 3 mol götürsək, bax üzərinə elə bir H3PO4-ü əlavə etdik. Deməli 3 burada hidroksil qrupumuz var. Burada da 3 hidrogen atomunu əvəz eləyir tam. Deməli burada normal düz əmələ gəlir. Natrium 3 PO4. Burada da indekslərə bax fikir verin. Hamısını toplasaq, 1 natrium, 2 hidrogen atomu, 3, 1 fosfor, 4, 8. Hamısında deməli A elə bir A bərabərdir 8. Yəni bu şərti ödəyən, o digər variantlara baxmağa gərək yoxdur. Bu şərti ödəyən variantımız B. Sonra növbəti sual nə deyir? 33-cü sualda nə deyir? Bizə 400 qram 10% natrium xlorid məhlulu verilmişdir. Bura 20 qram natrium xlorid əlavə etmişdir. Biz indi 400 qram deməli 10% məhlulun içərisindəki maddəni taba, yəni 400 qram 10% məhlulumuzun içərisində nə qədər maddə, nə qədər su. Bizim qaydamıza görə 400-ü birbaşa 10-a vurub, burada 100-ə bölürük. Yəni 400 qram, bunun izahı budur da 400 qram 100%-dirsə, onun içərisində 10% maddəmiz x qramdır. Yəni tənasüblə yazanda da yenə eyni qaydadır. 100, 400 vurulsun 10. Bu qaydada yazırıq. Buradan da 4 getdi. 40. Yəni bizim burada 40 qram natrium xlorid maddəmiz vardır. Deməli 400-dən də 40 çıxsa 360 qram da bizdə suyumuz var. Sonra deməli neyləyə bilərik?
Bunlar yer tutur, üzürlüsən vaxtda gedir. Burada deyir 400 qram natrium xlorid deməli tapdı, 360 qram su. Burada bax yazsaq yenə. Bax burada 40 qram maddəmiz var da, deyir bura 20 qram da natrium xlorid əlavə etdik. Bax 20 qram da əlavə etsək 60 qram maddəmiz var. Suda üzərindən də X maddə su ayrılıb. Deməli burada 30% məhlul alınmışsa, bax bu 60-ı biz buradan belə deyək də 30% qəbul edək. Yerdə qalan da sudur da 360 minus X də sudur. 70% qəbul edək. Burada tənasibi sadəcə biraz bunları yenə pozaq. Sadəcə bu tənasibi həll etsək biz buradan. Burada ixtisarlarımızı aparsaq, deməli 1, 2, bir də bir ifadə alarıq da. Deməli bir də bir ifadə alarıq. Qısaca 360 minus x bərabərdir 72-yə vursaq 140. X də bərabərdir. Demək 360-dan 140 götürsək 220 diye variantımız. Cavab. Nə deyir? 2 valentli metal verib. 34-cü sualda nə istəyir bizdə? 2 valentli metal verilib. 2 valentli metalın xlorid turşisi reaksiyasına 50% çıxımla 2,7 hidrogen alınmışsa metalın nisbi atom kütləsi hesablanmasını istəyir. Deməli biz 2 valentli metalın lap bitənliyimizi yazsaq. Hidrogen xloridlə xlorid turşisi deyir. Deməli metal xlor 2 üzərinə hidrogen. Biz bilirik 2 valentli metal turşulardan valentliyin yarısı qədər 1 mol, valentliyin yarısı qədər hidrogen ayırır. Demək 2 valentli metal isə mütləq olsa 1 olacaq. Əmsallaşmanı da aparsaq onsuz da bura 2 düşür. İndi burada 50% ilə 2,24 litr hidrogen deyirsə, yəni burada bizim 50% 2,24 məhsuldur. Burada 4 birbaşa yazaq da 4,48 də nəzəriyyədə alınan hidrogendir. Yəni burada 50% çıxım 50% 2-yə gedib də 2,24 litr hidrogen alınmışsa, deməli nəzəriyyədə 4,48 bax bura 2 dəfə artırsa, burada 2 dəfə artır da 4,20 deməli 4,48 litr hidrogen almışdır. Verilən bu ifadələri burada yerinə qoysaq, bunu 8 qramdan 4,48 alınır. Bunun 1 molu da bilmirik də, elə bunun burada əmsalı yoxdur. X qram ifadə edə bilərik. Yəni burada baxarıq ki, neçə alınır. Deməli buradan baxaq da 4,48 neçə dəfə artıq buradan 8-i də artırsaq rədd etmirəm. Gəlin bu 4,48-i mola çevirək. Çünki molun altından yazılmalıdır. Çünki bura mol atsaq, bu 4,48 litr 0,2 mol eləyir. Deməli 0,2-də bir də baxırıq ki, buradan deməli 5 dəfə kiçilib də buradan. Bu 5 dəfə kiçilibsə, x doğrudan 5 dəfə kiçilib. Yəni 8 vuraq belə deyək də. 8 vurulsun 5 bərabərdir 40. Birbaşa yazsaq bunu. Yaxud da elə tənasüblə yazsaq, bax x bərabərdir 0,2. 8-i də 0,2-yə böləndə deməli 40. Deməli 34-də A variantı idi. Onu qeyd eləmədik. 34-də A. 35-də nə deyir bizə? Deməli xlor 2 verilib. Üzərinə 2 mol XY maddə alınıb 2 mol X xlor üzərinə Y2 maddəmiz alınıb burada.
Burada oksidaşma reduksiya reaksiyaları olduğu üçün oksidaşma dərəcələrini lap qoyu yazaq buna. X müsbət 1-dən bu burada müsbət 1, mənfi 1, 0-a. Baxırıq oksidaşma dərəcələri burada dəyişən xlordur. 1-də 7. X nə elektron verib, nə alıb da oksidaşma dərəcəsi dəyişməyib. İndi baxaq burada. Lap burada eşvayı da görə bilərik də bunları. Deməli Y burada birincidə. Y baxırıq mənfi 1-dən 0-a gəlib də. Mənfi 1 artma istiqamətində gəlibsə reduksiya edicidir, yəni oksidləşir. Bu düzgün fikirdir. Sonra 2. X müsbət reduksiya olunur. Xeyr, burada oksidaşma dərəcəsi dəyişməyib, səhvdir. Deməli, Y mənfi reduksiya olunur. Müsbət 1-dən 0-a gəlibsə, deməli, burada reduksiya olunur deyirsə, deməli, burada səhv fikirlərdə, səhv 3-də səhvdir. Deməli, səhv fikirləri deyirsə, bizdə 2, 3, A variantı. 35-ci sualda A variantı. Sonra 36-da baxaq sualımıza. Hansı birləşmədə azotun kütlə payı azdır? Burada azotun 1 oksid, orada çap NO-da yəqin ki, orada verilib. Biraz çap səhvi gedib burada. Demək, birincidə yazıq oksidləri NO2, yəqin ikinci NO-dur. Azot 4 oksiddir. N2O 5'dir. O N2O 3'dür. Azot 3 oksiddir. Yəni bu tipli testləri durub kütlə payının hesablanmasına gərək yoxdur. Lap burada biz azotları 2 dəfə artıraq. Lap biz asan olsun. Deməli bunu da 2 dəfə artırsam, burada 2-dirsə 2 dəfə artırsam bu 4 olur. İndi bax burada məntiqlə fikirləşsək ki, belə deyək də burada. Deməli, hansı birləşmə azotun kütlə payı azdır? Burada azotun bax, kütlə payını hesablasaq, hamısında N2-dir də. Deməli, azotun kütlə payını hesablasaq. 28 bölünsün bunların emeri. Bütün bu oksidlərin emeri də ümumi bir dənə qayda kimi yazaq. Baxırıq ki, burada emer artdıqca, hamısında bu istiqamətdə getdikcə, daha doğrusu emer artır da. Emer artdıqca kəsir kiçiləcək də burada. Deməli, emer artdıqca kəsir kiçiləcək. Burada azotun kütlə payı, yəni burada oksigenlərin kütlə payı artdıqca baxırıq ki, elə bil ki, belə deyək, oksigen kütlə payı artdıqca azotu sıxışdırıb çıxardır da, onun kütləsi düşür aşağı. Ona görə burada oksigeni ən çox olan düzgün variant olacaq da burada, yəni D variantı, N2O5. Yəni, belə deyək də, kəsirin surət məxrəcində yazıb, bax, bu istiqamətdə nə qədər böyük olsa, kəsir kiçilməyə doğru gedəcək də. Ona görə biz D variantını götürürük. Bunu hazırlıqda hər bir müəllim müxtəlif cür izah eləyir. Ən sadə variant budur izahda məncə. Sonraki deməli nədir burada sualımız? Baxaq 36, 37-ci sual. Nə deyir bizə? Sulfat turşu natrium reaksiyası verir. Hansı ifadələr doğrudur? Biz burada bilirik ki, demək, aktiv metalların qatı sulfat turşusu reaksiyası tənliyidir. Burada aktiv metallar alınan, deməli, bilir ki, H2-də aktiv metalların qatı sulfat turşusu reaksiya məhsulları götürəndə X-i biz H2 qəbul edirik. Əgər burada ortaq pozitiv olsaydı, biz SO2 götürəcəyik. Hansı ifadələr doğrudur? Molekul arası oksidaşma reduksiya reaksiyasıdır. Bir düzgündür. Çünki bax, reaksiyanı yazaq. H2SO4 üzərinə gəldi. Natrium alındı. Natrium 2SO4 üzərinə gəldi. Hidrogen sulfid üzərinə gəldi. Su. Lap əmsallaşmamızı da aparsaq, burada oksidaşma reduksiya reaksiyası deyirsə, gəlin burada dəyişilənləri qeyd edir. 0-dan gəlib müsbət 1-ə, müsbət 6-dan gəlib mənfi 2-yə. Deməli, natrium burada 0-dan keçdi, natrium müsbət 1-ə. Deməli, 1 elektron verdi. Kükürt də müsbət 6-dan burada keçib S mənfi 2-yə, 8 elektron qəbul etdi, aldı. Bir də natrium 2 olduğu üçün gəlin bura 2-mizi də yazaq. 2 elektron.
Deməli 2, 8, 1, 4. 2'ye 1, deməli 8, 2'ye 4, 4, 1. Çox da tapanda 4, 1. Deməli burada əmsallaşmanı biz aparsaq natriuma 1, sağa baxırıq da. Deməli natriuma lap deməli burada belə yazaq da onda 4'ü bura, küçürdə deməli 1 yazılmır. Əmsallaşmanı aparsaq 8 dənə natrium, 5 sulfat turşusuna, 4 suya yazılır. Oksidaşma deməli molekul arası oksidaşma reduksiya reaksiyasıdır. Bir düzdür. Çünki oksidaşdırıcı və reduksiya edici müxtəlif atom ya molekulların daxilindədir. X oksiddir, xeyr, səhvdir. Sulfitdir o, deməli X oksidləşmə məhsuludur. X oksidləşmə məhsulu isə deyirsə burada, xeyr, çünki burada baxaq, deməli bir də qarışdırdıq. Üçüncü variantımızda deməli 3 səhvdir. X oksidləşmə məhsulu deyil, xeyr, reduksiya məhsuludur. Çünki X məhsulu yazmamışıq budur. Sonra burada reaksiyada daxil olan oksidləşdiricinin 20% reduksiya olunur. Yəni burada 8 moldur. Baxırıq 8 mol deməli burada nəsə daxil olan oksidləşdiricinin deməli burada sulfat turşusunda deməli 5 moldur da səhv elədik. Çünki 8 mol orada oksidləşdirici sulfat turşusudur, natrium deyil. Deməli 5 mol verilir bizə. Bax 5 mol. Bax bu həminki 5 moldur. Sulfat turşusunu 1 molu burada reduksiya olunur. Yəni bu 100% götürsək, bunun da 1 molu onun 20%'dir da elə. Yəni bu 4 də düzgün fikirdir. Yəni 5 baxırıq buradan 5 dəfə kiçildi. 100'ü də 5 dəfə kiçilsə 20. Demək doğru variant burada 1, 4. Baxırıq Y variantı. Deməli, sonra keçdik 38-ci suala. 38-ci sualda nədir? 20,4 etanın yanmasına alınan karbon qazı. Etanı deməli yazsaq karbon 2 aşağıdır. Burada 2 CO2 ayrılır. Çünki 1 litr deyir də burada 1 mol üçün qısaca yazaq bunu. Bu 80 qram natriumda, bunu çevirsək 80 qram natriumu deməli mola çevirsək növ bərabərdir. 80 bölünsün 40 bərabərdir 2 mol. 2 mol natrium deməkdir. Natrium hidroksid daha doğrusu. Natrium hidroksid deməkdir. Bu da yazır ki, bu tərkibində 80 qram natrium olan məhluldan buraxda hər iki maddə tam reaksiya daxil olursa hansı düz neçə mol alınır? Burada 2 mol deməli CO2 alınıb. CO2-nin də natrium H-ına reaksiyasını yazaq. Burada baxırıq ki, deməli 2 mol alınıb da özünə 2 mol birləşdirməlidir ki, mütləq burada 1'in 1'ə biz bilirik ki, 1 mol CO2'nin 1 mol natrium reaksiyası ilə turş duzu alınır. Bax, o qaydanı xatırlayırıq. Deməli, burada da 2 götürmüşəmsə 2 mol alınacaq da. Sadəcə duz, molu da soruşur. 2 mol alınacaq. Əgər 1 götürmüşəmsə mən 1 mol natrium hidrokarbonat alırsa 2 mol CO2 götürəndə 2 mol da natrium hidrokarbonat alınacaq burada. Burada variant turş duz 2 mol Y variantı. Sonra nə deyir burada? 39-cu testdə nə deyir? Deməli 39-cu testdə hansı reaksiyalar nəticəsində izomadlər tərkibində birli karbon atomlarının sayı dəyişmir. İndi burada biz bunlara sadəcə reaksiyaları görsədək. Deməli 1-də burada deməli burada butanı izomeri alır da. Biz bilirik ki, burada normal quruluşla belə açıq zəncirli karbohidrogen götürdüksə, onun belə deməkdə orada zəncir qırılır. Alüminium xlorid katalizatorun iştirakı ilə onun izomeri alınır. Yəni butanın izomeri yazaq karbon H3, karbon H. Baxaq görək cavablarımız hansıdır. İkinci variantda ketonun hidrogenləşməsidir. Keton hidrogenləşəndə biz bilirik ki, hidrogenlə reduksiya olunur, keçir demək ikili spirtə.
Karbon H3, karbon H. Deməli, üçüncü variantda. Deməli, açıq zəncirli dihalogenli alkanlar dihalogenli tərəmələrinə sinklə təsir edəndə yan-yana xlor atomları görəndə biz bilirik alkan alınır. Əgər xlor zəncirin ucu nöqtələrindəsə elə bir qapanılır, disikl quruluşlu birləşmə alınır da. Burada da disiklopropan üzərinə gəldi sink xlor 2. Yəni bu təpə nöqtələrində yazaq karbon H2. 4'də də burada kalium H-ın suda məhlulu deyirsə, burada məhsulumuz CH3 karbon H. Deməli, kalium xloridi götürür. Orada hidrogen əvəz olunur. Karbon H3. İndi burada nə deyir? Reaksiyalar nəticəsində üzvü maddələr tərkibində birli karbon atomlarının sayı dəyişmir deyirsə. Burada 1-də dəyişir. Çünki 2 dənə birlikdən keçir. Bax, burada. Deməli, 3 dənə birliyə. Burada dəyişir də. Bizə dəyişməyən variantları deyirsə, diqqətli baxsaq. Deməli, burada dəyişməyən var. 2, 3, 5 variantlarıdır. 2, 3, 5. Bir də diqqətli baxaq. Burada 2, 2, 2. Bax, lap 4-cüdə bax fikir verin. 2-dən 2-yə keçib. Deməli, dəyişmir variantlar. 2, 3, 5. Baxırıq diqqətli. Bir də baxaq 39. Hə, B-dir. Deməli, B variantı. Sonra deməli 40-cı sualda. Deməli, kalsium oksidini biz verici karbonla reaksiyasına burada alınır. Elə birbaşa maddələrimizi qoyaq. Sonra kalsium karbid. Burada kalsium karbidin 2 mol suyu ilə reaksiyası nəticəsində asetilin kalsium OH alınır da. Burada 2 deməli Y maddəmiz də sudur. Qısa tənliklər yazmağa gərək yoxdur. Y hansı maddə ilə reaksiyaya daxil olur? Biz bilirik ki, sular amfetal oksidlə, silisium oksidinin, mis oksidinin için reaksiyası yoxdur da. Ancaq natrium oksidinin su ilə reaksiyası var. Burada deməli natrium oksid üzərinə gəldik. Tənliyimizi də görsədək. Natrium OH. Oksijen. Deməli variantımız C. Sonra burada deməli 41-də nə deyir? 41-də deməli sink xlorid X maddəsinə təsir edib sink nitrat alıb, sink nitrat Y maddəsinə reaksiya edib sink sulfat Z ilə daxil olub sink xlorid. Hansı maddələr duzdur? Biz burada yazsaq sink xlorid ilə bu tənlikləri diqqət analizi isə üzərinə nitrat turşusu gələ bilmərik. Çünki nitrat turşusu belə deyək də, xlorid duzu o zaman reaksiya gedir ki, orada bir dənə çöküntü alınsın. Yəni burada X maddəsi heç vaxt nitrat turşusu götürə bilmərik. Ancaq duz götürə bilərik. Məsələn, burada X-i argentium nitrat götürək. Çünki orada argentium nitrat götürsək, argentium orada xlorid çöküntü şəklində götürür. Onda reaksiya gedir. Y maddəmizə baxaq. Sink nitratın üstünə sulfat turşusu qoya bilərik də. Çünki o sulfat turşusu nitrat turşusundan turşuların fəallıq sırasını xatırlayırıq ki, sulfat turşusu nitrat turşusundan aktivdir. Onun duzundan belə deyək də, onun turşusunu sıxışdırıb çıxartma qabiliyyətinə malikdir. Yəni bu reaksiya gedəcək. Bu ola bilər. Z maddəmizdə baxaq burada. Sink sulfatın üzərinə H-xlor qoya bilmərik. Niyə? Çünki məsələn bax reaksiyanı görsədək. Bax sink sulfat üzərinə gəl. H-xlor. Çünki bu reaksiya bax məhsulu lap yazsaq burada. Sərkəsiz oldu. Üzərinə gəldik. H-xlor. İndi qaydamıza görə alınmalı idi. HSO4 üzərinə gəldik. Sink xlor 2. Yəni burada xlorid turşusu fəal turşu deyil, zəif turşudur da. Sulfat turşusunun duz məhlulundan sıxışdırıb çıxarma qabiliyyətinə malikdir. Yəni bu reaksiya səhvdir, reaksiya getmir. Onda burada biz hər hansı bir məsələ belə deyək də barium xlorid götürək, həll olan düzü götürək. Bax, barium xlorid götürsək, onda bir reaksiya gedəcək. Yəni burada bax sink SO4 üzərinə gəldik. Barium xlor 2 alınır. Sink xlorid üzərinə gəl.
Barium SO4, barium sulfat. Yəni çöküntü halında duz alınır da. Ona görə bir reaksiya gedir. Deməli burada nə deyir bizə? Hansı maddələr duzdur? Deməli duz olan X, burada Z. X-Z variantlarını axtarırıq. B variantı. 41-də deməli B. Mürəkkəb efirin formulunu göstər. Burada mürəkkəb efir deməli A variantıdır. Biz bildik ki, əgər bizim bir qaydamız var da, tutaq ki, belə bir birləşmə yazaq. Lap sadəsini yazaq. Bax, karbon H2, bax. Əgər burada NO2 birbaşa, bax, belə yazsa, karbon H2, karbon H2, NO2 birbaşa burada deməli karbon atomuna birləşirsə, bunlar nitro birləşmələrdir. Oksigen atomları vasitəsilə bir-birinə ayrılırsa, biz bunlara mürəkkəb efir deyirik. Ona görə bu qaydamızı xatırlayırıq. Deməli A variantı mürəkkəb efir A'dır. Gliserinin 3 mol nitrat turşusu alınan birləşmədir bu. Sonra deməli 42, 48 heptan 2-nin quruluş formulunu istəyir bizdən. Deməli, heptan 2-də deməli biz burada baxırıq. Deməli 1 2 3 4 5 6 7 heksan heptan 7 dənə axtarsaq, bu sadəcə 43B-dir burada. Quruluş formulu istəyirsə biz burada heptan 2-nin quruluş formulu nədir? Sadəcə heptan 2-nin yazılışını istəyir bizdən. Bax, nömrələnmə aparsaq B-in üzərindən sadə sualdır bu. Bax, bunu yazıb göstərməyə gərək yoxdur. Yəni sağdan yox, soldan karbon atomları üzərindən nömrə aparsaq, biz bilirik ki, qaydamıza görə 2-dən sonra orada 2 qatı görürüksə, başdan lap yazaq bunu. Karbon H3, karbon H2 qat. Karbon H2, karbon H3. Deməli, səhv etmədik. Neçə deməli, 3 dənə metilin qrupu, deməli 3 dənə metilin düz yazıb. Nömrələnməni 2 qatın yaxın olduğu yerdən aparsaq, 1, 2, 3, 4, 5, 6, 7. Demək, heptan 2 cavab B variantı. Mis2 sulfat məhluzanın artıqlamasında götürmüş barium hidroksid məhlulu əlavə edilirsə, hansı maddələr çöküntü halında ayrılar? Bunu tənliyi yazaq. Deməli 44-cü sualımız. Mis sulfat üzərinə barium hidroksid əlavə etdik. Bax, barium. Çöküntü halında maddələrimiz burada bizim deməli barium SO4 üzərinə gəldik. MiSO mis2 hidroksid. Bunun hər ikisi çöküntüdür də. Barium SO4, mis2 hidroksid də suda həll olunmur. Çöküntü şəklində qaba ayrılacaq. Ona görə 2, 3 variantları cavab C. 44 deməli C. Deyir, X üstəgəl su spirt alınmışdır. Spirt molekulunda asimetrik karbon atomu varsa, X hansı maddələr ola bilər? Bu, deməli, burada cavab, diqqətli baxsaq, 1 buten 2 olur burada. 2 metil buten məncə mümkün deyil, indi bunları yazıb göstərməkdir. 5-də propende heç alına bilməz, çünki orada spirt molekulunda şərt qoyur ki, alınan orada mütləq deməli maddədə asimetrik karbon atomu olsun da. Məsələn 2 metil buten 2-ni yazaq biz deməli. Deməli 45-ci test. Deməli karbon H2. Deməli 2 metil buten 2. Burada karbonumuzu göstərək. Karbon H3. Karbon H2, karbon H3. Bax bunun su ilə tənliyini yazaq burada. Deməli, hidrogen yönələcək. Deməli, bura OH-da bura birləşəcək. Deməli, alınır karbon H3, karbon. Su yönəlir. Markovnikov qaydasını tətbiq edirik burada. Karbon H3, karbon H2, karbon H3. Baxırıq ki, deməli, burada
Daha doğrusu burada ne değil? Yok, bu 1'də 2 metil buten 2'də mümkün değil. Çünkü bak burada asimetrik karbon atomu yoktu burada. Karbon H3, karbon H3. Baxırıq ki 2 dənə metili var. Bak bu asimetrik karbon atomu bir de mümkün olmadı. Şimdi 2'ye baxaq burada. Buten 2'ye. Deməli 45'də karbon 45'i de yazıq bura. Üzerine geldi su. Alanda deməli karbon H3, karbon H2. Olabilir değil. Buten 2. Burada da aslında Markovnikov qaydası tətbiq edilsə olabilir də. Bax, asimetrik karbon atomudur. OH-dır. Bir də hidrojenimiz var. Deməli 2 olabilir. Bir de burada 3 mümkündür. 3'ü də göstərək. 3 metil buten 1'i. Su ilə birləşdi. Burada 2 karbon H2. Deməli yönələcək orada 2 qatrapitə qırılsa, biz burada bunu karbon H deməli 3-ə göstərək yazaq. Karbon H, OH, karbon H, karbon H3, karbon H3. Baxaq ki, asimetrik karbon atomu burada var. Deməli OH, bir dənə hidrojenimiz, bir də burada izopropil radikalı. Deməli burada 2-3 variantı. Daha obrislərə baxmağa gərək yoxdur. Çünki 2-3 verib. Propilində qəti mümkün deyil. Çünki orada su Markovnikov qaydasına birləşsə qəti orada alına bilməz. Onu çox yazmışıq biz o reaksiyaları. Bax burada 2, 3-dür. Bax bu tənliklərdə göstərdiyi variantı. Alüminium nitratın parçalanma tənliyini deməli burada X, Y, Z maddələrini verilənlərsə CB nisbətini tapın. CBA da burada deməli məhsulların mol sayıdır. Alüminium nitratın parçalanma tənliyini yazaq. Alüminium nitrat. Deməli parçalanır. Alüminium 2, O3, 1-1-2 ortaq metallarda oksidi NO2, bir də oksigen alınır. Burada da əmsallaşmanı aparsaq, burada diqqətli olaq. Çünki 2 bura atsaq alüminium 6 onda gəlir azot olur. Oksigeni də 0,5 qoyaq. Çünki 3 deməli oradan deməli 5 toplasaq 6 üçün 12 səhv etmədik. Deməli 6 1,5 2. Burada baxırıq. Çünki CBA alınan məhsulların mol sayıdır. Ən çox burada əmsal böyük olan deməli Z maddəm budur. Alüminium deməli B maddəm orta 0,5 yox ən kiçikdir. Deməli B maddəm belə deyək, Y maddəmiz budur. Daha doğrusu bir də bax, deməli səhv yazdıq. Deməli burada Z maddəmiz, Y maddəmiz budur. Alüminium oksiddir. Sonra X maddəmiz də ən kiçikdə 0,5 budur. Bax burada mollarını da qoysaq, üzərinə yazsaq. ABC qeyd edirik də ən deməli böyük olan C bura gedir. İndi sonra A bura. Deməli B də bura. 0,5 də bura. Böyle. İndi burada nə deyir bizə? CB nisbətini tapın. CB. O da belə də 6 bölü 0,5-də yəni belə CB molların nisbətini istəyir. 6 bölünsün. Bax bu yazdığımız 6-nı biraz pis olub. Xətt yerləşdirə bilməmişəm. 6 bölünsün 0,5. 6-nı da deməli 0,5 bölsək neçə düşər? 4. Deməli 4 cavabımız 4. Səhv eləmədik 6 0,5'e. Daha doğrusu orada
Oksijen 1,5'dir. Üzülü sayın. Səhv yazıb bunu əmsallaşdırma. 1,5'dir bu. 1,5'dir. Əmsallaşdırma diqqətlə orada baxsaq 1,5'i 3'ə vursaq, altını NO2 12, 15, 18 burada eləyir də. Burada oksigenə baxsaq, bax bu 3'ü bura, 3'ü bura, 9, 9'da 2, 18. Deməli 18 oksigen atomu sağda, 18 oksigen atomu solda eləyir. Isə burada bir səhv gedib. 1,5 deməli 6 bir də yazaq. Bölünsün 1,5 bərabərdir 4. Sonra burada nə istəyir? Doymuş aldehid verib 47'də. Benzol sonrası karbonhidrogen verib, karbon atomlarının sayı eynidir. Gəl uşaqlar biz bunu benzolun özünü götürək. Bax, birini karbon 6, H6 götürək. Doymuş aldehiddə karbon 6, H12, oksigen 6 götürək. İndi nə deyir? Sigma rabitələrin sayı. Sigma rabitələrin sayı biz bildik indekslərin cəmindən bir vahid çıxırıq. 12'nin üstə 16 deməli oksigen atomu bir dənə yazılır üzrü sayın. Deməli burada 12, deməli 6'nın üstünə 12 gəlirəm, üstünə 1 gəlirəm, eləyir 19, 19'dan da birini götürdük, 18. Deməli burada sigma rabitələrin sayı, deməli bu ikisi tapdıq doymuş aldehiddə. Benzol sonrası karbonhidrogenlərdə bilirik ki, sigma rabitələrin sayı indekslərin cəmidir də burada. Deməli 12 də budur. Bu da bizim deməli A-dır. İndi burada A-nın üstə mən neçə qoyum ki, x-i alım. X-i müəyyən idi. Deməli mən burada A-nın üstünə 6 qoymalıyam ki, bu 18'i buradan alanda. Deməli cavab C variantı. Sonra demək nə deyib bizə? 48-ci testə baxaq. Deməli 1 molunda olan elektronların mol sayını verib, XO4. Deməli burada belə deyək, ion şəklində verib, hamısını Z3 ionu, Y3 ionu şəklində verib, bir də 1 molunda olan elektronların sayı verib. Şərt qoyur ki, uşaqlar burada Y atomun protonlarının sayı 15 olarsa, X və Z atomların protonlarının sayını hesabla. Burada Y-ni verir də mənə 15. Bax, Y mənə ipucu buradan verir. Burada mən hesablayıb tapa bilərəm də onda. Bax, yazaq ki, Y 3 deməli, bilmirikdə burada 3'ü neçədir, bunu mənfidir, müsbətdir. Sadəcə buradan bax belə hesab gedə bilər. Deməli 15'dir də bu. Y 15 olduğu üçün 15 üzərinə 3'də 8'in 24. Bax üzərinə A bərabərdir 40. Buradan A'yı tapsaq, deməli biz buradan A'yı hesablayıb tapsaq neçəyə gələrik? 24 ilə 15 39, 39'un üstə 1 qoyub 40 olub da. Deməli A bərabərdir 1. Deməli bax fikir verin. Burada 40 olub, 39'dan keçib 39'dan. Deməli 40'a keçib də deməli A bir dənə elektron alıb. Deməli A bərabərdir -1. Bir elektron qəbulündə yükü mənfi olur da burada. A -1 olduğunu tapdıq. Onu da burada gətirək. XO4'də A'nın qiymətini yerinə qoysaq, -1 -1, yəni bax burada belə yerinə qoy. XO4'də bax burada yerinə qoysaq A -1'də axı. Bax belə -1 -1 bərabərdir -2 eləyər də onda. Burada da qiymətini yazaq yerinə. Demək XO4 -2 imiş orada. Deməli orada -1'i qoyduq, yəni -2 olduğunu tapdıq. Bunu da deyir elektronların sayı 59'dur. Onda belə bir tənlik yazaq da 2 üstünə 4'də 8'in. Bir oksigenin 8 protonu varsa 4'ün 32 olar. 32, 2 elektron da qəbul edib olub deməli 59. Buradan da x-i tapsaq 32, 34, 59'dan da 34 çıxsaq, buradan 59 çıxsaq səhv eləməyək. 5, 25. Deməli X'in 25 dənə burada protonu var. Biz bu tapdığımız X'in protonudur bax.
X-in 25 protonu. Bunu da tapdıq. İndi Z-ni tapaq. Z-in də qiymətin yenə burada. Bax, qoyaq yerinə. Z3. Yenə -1-dən 1 çıxıram. Ayın qiymətini qoysam -2. Bunu da hesablayıb 42 olub da şərtdə bir. Onda yazaq Z üstünə 3 də 8-in 24. 2 elektron da qəbul edib 42 olubsa. Buradan Z bərabər 24, 20, deməli 26. 42-dən də deməli 26 çıxsam 16. 16. Deməli Z-nin də burada protonu 16 olub. Bizə cavab X demir. Hər ikisini hesabladıq. Deməli 48-də A variantı. Sonra duz verib kalium hidrokarbonat, kalium nitrat 49-cu testdə. Kalium permanganatı parçalanıb. Biz də tənliklərimizi bax kalium. Deməli hidrokarbonatlar. Biz bilirik ki, burada kaliumun normal duzu üzərinəcə CO2 üzərinəcə su alınır. Kalium nitratı da parçalanması yazaq kalium nitrit. Deməli nitrit üzərinəcə aktiv metalın nitratə parçalananda bir ion nitriti bir oksigeni. Da 7-ci kalium permanganatın parçalanması da oksigen dərsində var. 7-ci sinif dərsliyində oksigen bölməsində verilir də bunlar. Bütün vəsaitlərdə var. Daha doğrusu desək, mangano 4 üzərinəcə mangano 2 üzərinəcə O2. Deməli 49-da onda bizim uyğun variantımız diqqətli baxaq. Neçə çıxır? Deməli 47, 49-da baxsaq 1-ə C variantı da. C variantı. Da C. Bir də baxaq, kalium hidrokarbonata 1-ə 3 uyğun oldu. Kalium nitrata diqqətli baxaq 1-ə 2. Daha doğrusu 2-ə 1, 3-ə də 2. 3-ə də 2. Düzdür, C variantı. Sonra nə deyək? Maqnezium deməli dəmir 2 xloridlə tənliyi verib, sinkin mis 2 xloridlə tənliyi verib. Eyləver diaqramında deməli məhlulda gedən proseslər üçün Eyləver diaqramına uyğun ifadələri müəyyən edin. Burada deməli tənliyi yazaq da onun üzərində deyək. Deməli 50-ci sual. Deməli maqnezium üzərinəcə dəmir xlorid alınır. Maqnezium xlor 2 üzərinə gəldi dəmir. Bir də sink üzərinəcə mis xlorid. Alınır sink xlorid üzərinə gəldi mis. Misi sıxışdırdı, çıxartdı. Yəni öndə duran aktiv metal, pasiv metal onun duz məhlulundan sıxışdırıb çıxardır. İndi əvəz etmə reaksiyasıdır. Hə, bu 3 ortaya gedir. Hər ikisində lövhənin kütləsi azalır. Baxırıq ki, bax burada 24-dən 56 alınır. Sink demiri burada bizə verilib də yəqin 65-dən keçir misə 64-də. 65-dən 64-də də 2-də azalma gedir. Orada birincidə maqnezium dəmir xlorid 2 xloriddə baxırıq 24-dən 56-ya keçir də artma gedir. Bunları düzsə diqqətli. Deməli burada 50 Y variantı. Oksidaşma reduksiya reaksiyasıdır. Hə. Deməli məhlulun kütləsi azalır. O 1-ə gedəcək. Çünki 24-dən bir də diqqətli baxaq. Məhlulun kütləsi azalır. Səhv eləməyək. Bir də 57. Bir dəqiqə burada Y variantı. Bir də düzə. Deməli əvəz etmə reaksiyasıdır 3-ə. Yazaq bunları laf səhv eləməyək. Deməli əvəz etmə reaksiyasıdır 1 ortaya, deməli 3 ortada yazardıq, eybi yoxdur. Sonra oksidaşma reduksiya reaksiyasıdır hər ikisi. Sonra deməli lövhənin kütləsi azalır, sinkdə azalır. Sinkdə 2-dir də. İkinci də 2-nin də altı, hə, 2 yazaq. Baxaq. Məhlulun kütləsi lövhənin kütləsinə söhbət gedir. Məhlulun kütləsi azalır deyirsə, bu 4-dür.
Niyə 4-dür? Çünki bu birin altda 4 yazırıq. Bax fikir ver. Burada məhlulun kütləsi azalır deyirsə, hə, azalmaq istiqamətində gedə bilər də. Çünki burada axı 24-dən keçib 26-ya elə bir kütlə keçib burada elə bir lövhənin tərkibində də məhlulun kütləsi azalma istiqamətində gedir. Ona görə Y variantı düzgün variantımız Y. 4,4 sulfat turşusunu neytrallaşdırmaq üçün neçə qram natrium karbonat lazımdır? Deməli, tənliyi yazaq yenə. ml də verilib. Yazaq deməli, natrium 51-ci test. Natrium 2 karbonoid vurulsun 10 molekulası. Üzərinə gəldik. H2SO4 alınır. Deməli, tənliyimizi yazsa natrium 2SO4. Və alınır CO2 üzərinə gəl su. Əmsallaşmanı da aparaq. Deməli, burada 10 molekula 11-ə keçib də. Çünki 12-yə vursaq 22. 2 natrium da buraya yazaq. Onda baxaq burada. Deməli, nə deyib? 4,9 qram sulfat turşusunun. Yaxşı, 4,9-dan neytrallaşdırma neçə qram natrium bilmirik nə qədər. Yox, deməli, burada bunu götürmək lazımdır. 49-a da baxırıq ki, bunun ml neçədir? 286. Deməli, buradan x49 baxırıq buradan. Neçə dəfə artıb daha doğrusu 49 səhv qeyd elədik. Deməli, H2SO4 98-dir. Deməli, burada da x-i hesablasaq, deməli, 51-də təxmin, baxaq da 98 buradan 20 dəfə kiçilib də, 2 dəfə kiçilsə 20-də, 286-da 20 dəfə buradan kiçilsək 14,3 alınır da. Səhv eləmədik, onda baxaq kalkulyatorda. 286 bölünsün 20. Bölünsün 20. 14,3 C variantı. X bərabər 14,3 C variantı. Sonra deməli suallarımıza baxaq, nə deyir bizdə? Molekulda en sayda olan karbon atomunun 1 mol alkadeinin müəyyən hissəsinin tam yanmasına 2 mol su alınmışdır. Bu alkadeinin qalan hissəsinin tam yanmasına neçə mol su alınır? Bu topluda bu suallar var. Buna aid oxşar bunları. Məsələn, bir en sayda karbon atomu alkadein deyirsə, biz onun formulunu yazmalıyıq da. Çünki alkanın burada karbon nömrəsi verilməyən kimi biz ağlımıza onun ümumi formulu gəlir. 2n-2-dən biz bilirik ki, n-1 su alınır. n-1 mol su alınır. Yəni, bu karbonun nömrəsi 8, 9, 2 hər neçə də yanıb, müəyyən miqdarda su alınıb. 2 mol su alınıb. Qalan hissəsini, yəni daha çox mol alınıb da orada su, 2 mol su alınmışsa, qalan hissəsinin yanmasından tam yanmasına neçə mol su alınır? Yəni, bu n-1-dən 2-ni götürürük də. n-1 -2 bərabər n-3. Deməli, n-3 ifadəmiz burada D variantı. Hansı hallarda tarazlıq amoniakın alınması istiqamətində yönəlir? Bax, reaksiyamızda qeyd eləyək. 53-cü sual. N2 üzərinə gəldi. SH2 dönər reaksiyada deməli 2 NH3. Deməli, birinci baxan hidrogen əlavə etdikdə, amoniakın alınması istiqamətində, yəni bax, NH3-ün alınması istiqamətində deyək. Bu düzgündür. Çünki biz burada hidrogen əlavə etsə daha çox məhsul alınacaq. Biri götürə bilərik. 2-yə baxaq. Təzyiqi azaltdıqda, biz bilirik ki, təzyiqi artırdıqda burada 3 həcm var. Burada keçib 2 həcmə. Deməli, təzyiqi artırdıqda həcmin azalması istiqamətində gedir də, amoniakın alınması istiqamətində. Azaltsaq, deməli, bu amoniak istiqamətində yox, sağa yox, sola yönələcək. Ona görə 2 səhvdir. Sonra 3-ə baxaq. NH3 əlavə etdikdə yenə başlanğıc tərəfə yönələcək. Təzyiqi artırdıqda məhsul tərəfə amoniak alınması istiqamətində yönələcək. O da doğrudur. Hidrogen əlavə etsək də, bunu oxuduq da onu.
N2 əlavə etmişdik orada. Hidrogen əlavə etdikdə yenə məhsul alınması istiqamətində alınacaq. Daha çox məhsul alınacaq. Ona görə burada 1, 4, 5 variantları. Sonra 54-də nə deyir? Maddə N2 verilib. Kalsiumla reaksiya məhsulunun 1 molunda olan protonların mol sayı. Deməli, kalsium ilə tənliyini yazırıq. Kalsium üzərinə gəldik. N2, deməli, 54-cü sual. Alınır kalsium nitrit. Əmsallaşdırmamızı da qoyaq. İndi nə deyir burada? Kalsiumla reaksiya məhsulunun 1 molunda olan protonların mol sayını istəyir. 1 mol baxırıq kalsiumda. Burada 20 proton var. Bunun protonu 20'dir. Azotunda protonu, deməli, burada 7 verib. Deməli, bir dənəsində bunun protonu 7'dir. İndi axı burada 3 dənə kalsium var. Deməli, 3 kalsiumumuz var. Onda 3 də 20, 60 deməli proton olacaq. 3 kalsium üçün də hesablayırıq. 60. Burada da deməli azot 2 dənədir. 2 də 7'nin bunda protonu 14. Kalsiumla reaksiya məhsulunun bütün molunda proton ümumi cəmini istəyirdi. 60 üstəcə 14. 74. Yəni bu belə deyək də 60 üzərinə gəlir 14. Bunu toplayırıq. 74. Neçənci sual idi bu? 53, 54. 74 cavabımız 74. Deməli 55-də nə deyir bizə? 400 qram hidrogen xlorid məhlulun artıq miqdarı manqan təsirindən alınan xlor nəmcə reaksiya daxil olur. Vaxt ikisi yormayım deyə ürəyimdə oxumağa çalışıram da belə. Deməli biz birinci alınan xlorun belə deyək də alüminium reaksiyasını yazaq ilk öncə. Birinci də bir reaksiyanı yazaq. Deməli H-xlor bu xlorun laboratoriyada alınma tənliyidir. Alınır manqan xlor 2 üzərinə gəl. Xlor 2 üzərinə gəl su. Əmsallaşmanı aparsaq 4 burada 4 2. Deməli hidrogeni də suya da 2 qoysaq 2. Deməli sonra xlor alüminiumla reaksiyaya daxil olmuş deyir. Alınan xlor alüminiumla tənliyini yazaq. Alüminium xlorid. Burada da deməli 2 2, 3. Ne deyir? 18 qram alüminium reaksiyaya daxil olmuşdur. Alınan xloru deyir burada. İndi baxaq da burada 54'də 3 moldur. Bəs 18 qram alüminium nə qədər xlorla reaksiyaya daxil olmuşdur? 54 oradan baxın 3 dəfə kiçilib. 3 dəfə kiçilibsə onda 1 moldur bu. 1 mol xlor. Bu da deməli bu reaksiyada alınıb da. Deməli, burada da 1 mol ilə 36.5 deməkdir. Lap çəki ilə də götürsək, baxarıq ki, 4 vuraq 36.5-dən, 4 vuraq 36.5-dən elə 1 mol alınıb burada. Yenə 1 moldan 4.36.5 alınıb. Bu da 400 qram belə deyək, hidrogen xloridin məhlulunun içərisindəki H-xlorla reaksiyaya daxil olub da, hidrogen xloridin ilkin məhlulda kütlə payı nə deyirsə bizə bu 400'ü biz 100% götürək. Bu həminci bu 400'ü yuxarıda yazdığımız. 4 vuraq 36.5'i də x%. Yəni 4.36.5 o məhlulun içərisindəki hidrogen xloriddə sadəcə onu kütlə belə deyək faizə çeviririk burada. Buradan da ixtisar getsə baxırıq 400 gedəcək buradan. Bunlar ixtisar gedəcək də elə. Hamısı elə buradan məsələn getdi buradan 100 qaldı. 100'lər də bir də getsə x bərabərdir 36.5. Cavabımız 36.5 qram hidrogen xlorid. Deməli o 56'da bizə şərtdə nə deyir? Maddələr verilib, əmələ gəlmə istiliklərin verib. Propanın tam yanma reaksiyası istilik effektini isə demək propanın yanma tənliyini yazaq. Karbon 3, hidrogen 8, yanma oksigen, CO2 üzərinə gəldi, su. Əmsallaşmanı aparsaq 3 bura. Deməli karbon 3H8 burada. 1 vahid artı 4 də 2 8, 3 də 2 6 10, burada 5 qoyuruq.
İndi əmələ gəlməzliyi bəzi maddələrdə 0-dır. Karbon 8 100-dür. Yazaq üzərinə. CO2 400-dür. Suda 286-dır. Deməli, burada reaksiya istilik effektini hesablayın deyir. Biz bilirik ki, reaksiya məhsullarının istilik, deməli, kimyəvi reaksiya istilik effektini tapmaq üçün reaksiya məhsullarının orada əmələ gəlmə istiliklərinin cəmindən çıxırıq başlanğıc maddələrin əmələ gəlmə cəmini. Onda burada mollardır, deməli, əmsallardan da istifadə edəcək. Çünki bu 400, 286 1 mol üçündür verilib. Bizdə 3 mol, 4 mol alınıbsa, yanında yazırıq 2 bərabərdir. 3 vurulsun 400, üzərinə gəlsin 2 vurulsun 286, minus, başlanğıc maddələrdə biri demək oksigen 0-dır, minus 100. Deməli, 3 vuraq 400, 1200, üzərinə 200, burada 86-dır da, onda bunda 2 də altına 2 yazaq, 1 7, 2, 8, 5 yazaq, bir də 552 səhv eləmədik. 2 də 6-ın 2, 2 də 8-in. Demək 16 yox, burada 2 də 8 16, burada 17 572. Bu da bərabərdir. Bunu deməli kalkulyatorda hesablayaq ki, səhv eləməyək də. Yox, 100-ü də yazaq. Dəqiqə. Deməli minus 100. Deməli, buna da burada baxsaq, deməli, cavab neçə eləyir? 1200-dür, deməli, 2, bir də baxaq, 286, lap dəqiq olsun yazaq. 206 vurulsun 2, 572 düz yazmışıq. Üzərinəcə 1200, üzərinəcə 1200, bərabərdir, çıx 100. Çıx 100. 1672. Deməli, 1672. Reaksiyanın tam yanma reaksiyası istilik effekti 1600, səhv etmədiksə, həm də dəqiq kalkulyatoruna yazdıq. 1672. Nə deyir? Butin 1 verilib 57-ci sualda. Demək, propin, izopren verir. 1, 2, 3. Burada sadəcə qurmalıyıq, yazmalıyıq da bunların formulu. Butin 1-in formulunu yazaq. Deməli, karbon H2, karbon H3. Bu bizim butin 1-in formulu. Sonra deməli, propini yazaq. Karbon, üst qatıraq, təmizə görsədək. Deməli, propin, karbon H3, izopreni, karbon H, deməli, 2 qatıraq, karbon H3, karbon, karbon H3. İndi burada bizə nə deyir burada? Bir molekulunda 4 karbon atom var molekulunda. Bunlar düzməlikdir. Onda 1, 2, 3 yazaq burada. 1, 2, 3. 1-ə nə uyğundur? Baxaq. Molekulunda 4 karbon atomu var. Deməli, A. Deməli, adlarında butin 1-dir. Birinci butin 1. Bunları yazaq adlarını. Qarışdırmayaq. Butin 1, propin. Deməli, propin, izopren. İzopren yazdıq. Deməli, belə. Biri A, C-dir. Baxaq, molekulunda 6 dənə hidrogen atomu var. Deməli, 6 dənə hidrogen atomu baxaq. Deməli, 3, 2, 5, 6. Bir də getdi A, C. 2-yə baxaq. 2-yə uyğundur. Molekulunda 2 ədəd birli karbon atomu var. D. Sonra, deməli, B baxmalıyıq. Molekulunda 4 dənə sp3 hibrid orbitalı varsa, bu, deməli, B variantı. Getdi 3-ə. Çünki, bax, 4 dənə sp3 hibrid orbitalı olan, bax, bu, bir də səhv eləmədik. 4 sp3, hadi budur da, sp3 hibrid orbitalı toplayıb, burada, bu 3-dən bu 1-ə toplayıb, 4 dənə hibrid. Deməli, 1-ə A, C, 2-yə D, Y-yə baxaq. Molekulunda 1 sigma rabitəsi sp3 orbitalların örtməsi hesabına yaranır. Bu da, deməli,
getdi Y-yə. 2-yə də Y. Çünki butində də var, propində də var burada. Baxaq bir də sp3s orbitallarını örtmə. sp3s budur. Bax sp3 bir də sp. Bax burada yenə sp3 budur. Bax sp3 burada sp orbitallarının örtülməsi hesabına yaranır. Ona görə Y-yi 2-yə yazırıq. Bu timir propinə uyğundur variant. Sonra deməli gəldi 57. 58 axırıncı suala yaxınlaşırıq. Bir də verifikasiya. Bəzi yanğın söndürmə balonları iş prinsipi şəkildə göstərilir. Kimdə yanğın söndürmə balonunda X-tuzu 84 sulfat turşusu yerləşdir. Qurğunun ampulu açılır. Biraz vaxt ikiz olmasın deyə sizi yormağa çalışıram. Yormağa çalışmaq istəmirəm. Yormaq daha doğrusu. Ürəyimdə oxumağa çalışıram. Burada deyim X-tuzu sənəydə soda məhlizlərinin reaksiyası nəticəsində əldə edilir. Cavab vərəqindəki cədvəli tamamlayın. İndi biz bunu sınağa gedən uşaqlar bilir də, gərək soruşmamışam bunu da. Çünki indi biz burada nə yaza bilərik? İndi bir dəqiqə burada məzmunu təmizlədik. Deməli belə. Duru sulfat turşusu burada natrium, orada klapan açılır, deyir, ampula yerləşdirir, qurğun sıxınca ampula dişir, sulfat turşusu ilə X duzunun, reaksiya sulfat turşusunun Y duzu ilə normal qaz, Y qazı əmələ gəlir. Bax, bunu bu şəkildə yaza bilərik. Burada X natrium hidrokarbonatdır. Bax, X maddəmiz natrium hidrokarbonat. Natrium hidrokarbonat da burada sulfat turşusu reaksiyasını yazaq. Çünki orada deyir ampula dəyişir. Sulfat turşusu X duzunun reaksiyasını, sulfat turşusunun Y duzu normal duza alınır. Yaxşı yazaq reaksiyamızı. Natrium hidrokarbonat üzərinə gəldik. H2SO4 alınır deməli. Natrium 2SO4 üzərinə gəl CO2, üzərinə gəl su. Əmsallaşmanı da aparaq. 2 hidrogen burada, ikisi burada, 4. İndi bax, burada X bildik ki, natrium hidrokarbonatda. Alınan burada Y duz, normal duz deyirsə, natrium sulfatdır. Z maddəmizdə deyir, yanğın söndürülmədə istifadə edilir. Belə bir cümlə yazmış. Yanğın söndürməni təmin edir. Reaksiyamızı yazdıq. Yanğın söndürən qurğuda X duz ilə sulfat turşusu reaksiyasına baş verən reaksiyanın təhlilini yazın, əmsallaşdırın. Bunu yazdıq da 59-cudur. Bax, bunu qeyd elədik. Sonra mol X maddəsinin, həmin X maddəsinin alınması zaman neçə mol soda, neçə litr Z qazı reaksiyaya daxil oldu. Onda bu tənliyi yazaq da. Biz bilirik ki, turş duzlar bir natrium karbonatın üzərinə turşu, belə deyək də, turş duzunun alınması üçün onu normal düzərin üzərinə turşunu qoyuruq da, elə bir H2O üstəki CO2 yazaq. Fikrimi çatdırmaq üçün yazım. Natrium 2 karbonu üzərinə gəldik. H2 üzərinə gəldik. CO2 alınır. Natrium hidrokarbonat. Burada yenə əmsallaşmamızı qoyaq. 2. Burada nə deyir? 10 mol X maddəsinin alınması zamanı. İndi baxırıq ki, burada 2 mol alınıb. Nə qədər götürülüb 2 mol alınanda? 22,4 litr götürülüb da, elə deyil. Bəs deyir 10 mol natrium hidrokarbonatın alınması nə qədər CO2 götürürlər? Bilmirik, X litr götürürlər. Daha nə soruşur? Neçə litr Z qazı reaksiyası, neçə mol soda? Sodanı da soruşur. Onda 1 mol 22,4 uyğundur. Burada 2 mol, 10 mol X litr yazdıq. Burada deməli, onda X-imiz bizim, deməli, oradan baxırıq ki, 1 şey oldu, 5 dəfə artısa 23,4 buradan 5 dəfə artıb. X bərabərdir 112 litr olacaq. Burada neçə litr Z qazı deyirsə, bu 2-dir. Burada neçə mol soda deyirsə, sodamız da burada 5-dir. Çünki bura 5 uyğun olacaq. Bir buradan 2 dəfə artıbsa, daha doğrusu deməli, burada 5 mol alınır. 5 mol. Biraz qarışıqlıq oldu. Z qazı da yazdıq. Neçə litr, neçə mol soda. Deməli, 1-ə də 5.
Amma 112 ilə 5 biraz qarışıqlıq oldu. Lakin başqa müəllimlərin izahında buna diqqətli baxırsa, indi üzr sayında belə alındı. Yaxşı, sağ olun uşaqlar. Növbəti sınaqda görüşmək diləyilə. Çox sağ olun diqqətiniz üçün.